radikalıdır. İndi gəlin burada yazaq. Məsələn, metan yaz. Metana uyğun radikal. Metan dedim radikal nədir? Bir dənə hidrogen çıxardır. Bəli. CH4'dür. Mən bir dənə hidrogen çıxarsam, burada CH3 qalar və bu xətt yeni çıxan hidrogen, qopan hidrogeni göstərir. Deməli, bu radikal adı olur. Metandırsa buna uyğun radikal nə olacaq? Metil radikal. Və radikalın da ümumi formu olur. Bu şəkildədir. CnH2n plus 1. Alkanlar CnH2n plus 2 idi. Bir hidrogen çıxsa 14n plus CnH2n plus 1. Əgər radikalın kütləsi sizdən soruşulsa, bu şəkildə deyə bilərsiniz. Karbon 12n, hidrogen də 1-dir, 2n plus 1 edir 14n üzərinə gəlinsin. 14n üzərinə gəlinsin 1, bizdə olur radikalın kütləsi. Metana uyğun radikal uşağı var. Hansı radikal oldu? Metil radikal. Yaxşı, bəs etana uyğun radikal hansı radikal? Etan C2H6. Etana uyğun radikal bir dənə hidrogen çıxıramsa C2H5. Bəli, bu radikalın adı etildir. Etil. İndi uşaqlar sizə bir şey deyim. Metili ilə ancaq bu şəkildə yazılır. Metili başqa bir dənə karbon var deyə onu başqa cür yazmaq olmaz. Amma etili isə düzdür belədir. Bunu birdən açsaz, 2 karbon var da burada. Açsaz bu şəkil. Baxın bu şəkil. Yenə deyirəm, bu xətt çıxan hidrogeni göstərir. İndi burada hidrogenləri mən necə düzürəm, onu da göstərirəm. Biz dedik ki, bütün kimyada karbonun valenti neçədir? 4. İndi məsələn, bu karbona baxıramsa, bu karbondan bir dənə xətt çıxır. Karbonun 4 valentli, axı rabitə də yəni. Valentli ilə rabitə valenti göstərir. İndi buradan bir dənə xətt çıxıb. 4 olması üçün mən buraya neçə hidrogenə ehtiyacım var? 3 hidrogenə ehtiyacım var. Buraya 3. Amma bu karbonun isə sağından da solundan da xətt çıxıb yenə, onda mən buraya yazıram? 2 yazıram ki, karbon 4 var. Baxın, bu etil radikalının deməli yazılışı. Görün, anlaya bilirsiniz. Bu etil radikalının quruluşu. Sonra gəlirəm, indi C3H8. C3H8-də uyğun radikal propan idisə, ona uyğun radikalın adı nə olacaq? Propil radikal. Propil. C3H8-də olan. C3H8-də uyğun gələn radikal propil radikal. Uşaqlar, propil radikalını necə yazacaq? Propil radikalını iki cür göstərirlər. Necə? 3 karbonu çəkəcəm, hidrogeni kənardan çıxar. Bir də var uşaqlar, 3 karbonu yazacam, hidrogeni ortadan çıxardacam. Baxın burada. Belə yazılır. Ən çox belə bilirlər, belə. Birinci yazdığım kimi yazılacaq, bir də ikinci yazdığım kimi. Əgər uşaqlar birinci yazdığım kimi yazsam, bunun adı olur propil və yaxud normal propil də deyirlər. Propil və